Hindistan və Pakistan arasında baş tutan hava müharibəsi yeni hərb tarixinin ən böyük hava döyüşlərindən biri hesab olunur. CNN-in verdiyi məlumata görə döyüşdə hər iki tərəfdən ümumilikdə 125 qırıcı təyyarə iştirak edib. Baş verən döyüşlər fonunda Hindistan Müdafiə Naziri Rajnath Singh Pakistana qarşı sindur əməliyyatı bitmədiyini qeyd edib. Pakistan tərəfi isə deeskalasiya üçün yer qalmadığını, münaqişənin dalına dirəndiyini bildirib. Bütün hadisələrə paralel olaraq isə İsrail yaxın şərqdəki hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə artırıb. Hətta İsrail Müdafiə Naziri İsrail Katz Təl-Əvivin sıradakı hədəfinin İran olduğunu deyib. Onun sözlərinə görə Hizbullah, Həmas, Əsəd və Husilərin taleyi Molla rejimini də gözləyir. İsrailin müttəfiqi Birləşmiş Ştatlar da Donald Trump rəhbərliyində Qrenlandiyaya hərbi müdaxilə üzərində işlərə başlayıb. Wall Street Journal nəşrinin verdiyi məlumata əsasən Donald Trump kəşfiyyat orqanlarına hərbi güclə ilhaq etmək variantını da nəzərə almaqla adanın ilhaq edilməsi ilə bağlı proseslərə başlamağı tapşırıb. Şərqi Avropa cəbhəsində isə vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bütün bunların fonunda görünür, böyük dövlətlər yeni dünya nizamının qurulması prosesinə başlayıb. Birinci Dünya Savaşından sonra qurulmuş sistemi bəyənməyənlər ikincini başlatdı. Ondan sonra isə soyuq müharibə və dünyanın müxtəlif ərazilərində konflikt zonalarının əsası qoyulsa da yer kürəsində sülh indikinə nisbətən bərqərar idi. Amma görünür, yeni dünya nizamının qurulmasının vaxtı artıq gəlib çatıb və bu səfər 3-cü Dünya Savaşını kimin başladacağı hələlik sual altındadır. 2-ci Dünya Savaşından sonra dünyanı idarə edən dövlətlərin, söhbət dünyanı idarə edən 5 imperiyanın artıq dünyada baş verən proseslərə adekvat olmayan bir yanaşmasını müşahidə edirik. Yəni onların öz aralarında da bir sıra sorunlar yaranıb, eyni zamanda bir sıra böyük dövlətlər güclənib, yəni yeni reallıqlar yaranıbdır. Və bu baxımdan da biz onu müşahidə edirik ki, yeni dünya düzəninin qurulması istiqamətində çağırışlar var, çabalamalar var, mücadilələr var. Təbii ki, dünyada baş verən hadisələrin arxasında tək bir ölkənin olduğunu demək olmaz. Buna səbəb böyük ailələr, güc sahibi qüvvələr və silah istehsal edən şirkətlərin daha da zənginləşmək arzusudur. Əslində geniş perspektivdən baxdıqda sözü gedən güclərin demək olar hamısının elə Birləşmiş Ştatlarda yerləşdiyini, hadisələrin isə onların tapşırığı və Vaşinqtonun əli ilə cərəyan etdiyini görürük. Buna baxmayaraq, yeni dünya nizamının qurulması və güclərin bölüşdürülməsində təkcə Birləşmiş Ştatlar deyil, eyni zamanda Çin, Rusiya, İsrail kimi dövlətlər də maraqlıdır. Bunun arxasında böyük dövlətlər, böyük mərkəzlər durur. Xüsusilə Amerika Birləşmiş Ştatları, məhz Rusiya, həmçinin Avropada bəzi mərkəzlər bu istiqamətdə yeni dünyanın formalaşdırılması, bir çox qütblərə bölünməsi istiqamətində də bir siyasət həyata keçirirlər. Baş verən siyasətlər, baş verən müharibələr və yeni müharibələrin baş verməsi məhz yeni dünya siyasi nizamının qurulması və bunun arxasında da qeyd etdiyim kimi Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Avropanın bəzi mərkəzləridir. Digər tərəfdən, dünyada baş verən proseslər Birləşmiş Ştatların nəzarəti ilə stabil formada aradan qaldırıla və yaxud daha da genişlənmədən müharibə vasitəsilə dayandırıla bilər. Buna baxmayaraq, Vaşinqton 2-ci Dünya müharibəsindəki taktikasından istifadə etməyi seçir. Münaqişələrin böyüməsinə, geniş müstəvidə savaşların başlamasına göz yumur. Daha sonra silah, maddi, tibbi, hərbi dəstək verərək həm gəlir əldə edir, həm də qəhrəman roluna bürünür. Amerikanın Trump hakimiyyətə başladığından bu günə qədər bir boşluq yaratması, münaqişədən geri çəkilməsi, münaqişələrin də alovlanması kimi məsələlərə daha da təkan vermiş oldu. Trumpın hakimiyyəti dövründə dünyada münaqişələrə Amerika daha az müdaxilə olub, beləliklə Amerikanın dəyərinin və mövcud sistemdəki əhəmiyyətinin gözə çarpmasını çalışmış ola bilərlər. Yəni Trumpdan sonra Amerikanın yenidən əvvəl kimi münaqişələrə müdaxilə etmək imkanlarının artmasını güman etmək olar. Bütün bunların fonunda dünya xəritəsindəki münaqişə ocaqlarına baxsaq, son 5 ildə müharibələrdə ölənlərin sayına nəzər salsaq, əslində hibrid dünya müharibəsinin getdiyini deyə bilərik. Çünki nüvə silahının mövcudluğu geniş miqyaslı müharibələri istisna edir. Nəticədə total toqquşmalar və poliqon dövlətlər yaradılır. Tərəflər məhz bu yolla hesablaşır.